Salam hörmətli abituriyentlər, Çin haqqında danışırıq. 18-ci əsrdən Çin Manjur Çin sülaləsinin hakimiyyəti altında özünü təcrid siyasəti yürüdürdü və bu da Avropa şirkətlərinin planlarına zidd idi. Vəziyyəti dəyişmək üçün ingilislər Çində tiryək satışını genişləndirirlər. Tiryək yəni narkotik vasitə, maddə, bitki. Çinə tiryək ixracı əvvəllər Manjur Çin sülaləsinin və yerli məmurların da mənafeyinə uyğun idi. Onlar da bu sahəyə əlavə qazanc mənbəyi kimi baxırdılar. Lakin Çində tiryək satışının əleyhinə olan mütərəqqi fikirli adamların təzyiqi ilə ki, qardaş, bu narkotikdir, biz öz millətimizi zəhərləyirik. 1800-cü ildə ölkədə tiryək satışı qadağan olunur. Amma nə olur? Bu da İngiltərə və Çin münasibətlərinin pisləşməsinə səbəb olur. Və müharibə başlayır. Müharibənin səbəbi ingilislərin Çində tiryək alverini getdikcə genişləndirməsi idi, qadağaya baxmayaraq. Və Çin buna etiraz edir və sərt tədbirlər görür və bu da müharibəyə səbəb olur. Təbii ki, müharibədə İngiltərə Çinə qalib gəlir. Nankin müqaviləsinin şərtlərinə əsasən 1842-ci ildə Çin 5 limanını ticarət üçün açır, Siyanqan, yəni Hong Kong şəhəri İngiltərənin mülkiyyətinə keçir. İngilislər Çində ekstraterritoriallıq əldə edirlər. Çin İngiltərəyə təzminat ödəyir. Nankin sülhü Çinin yarım müstəmləkəyə çevrilməsinin əsasını qoyur. Çin üçün qeyri-bərabər müqavilə idi. 1844-də Çin ABŞ və Fransa ilə də belə qeyri-bərabər müqavilələr imzalamalı olur. 1850-ci ilə gəldikdə görürük ki, Çində hərəkat başlayıb, Taypinlər hərəkatı. Hərəkatın səbəbi Manjur Çin sülaləsinin ağır vergi siyasəti və xarici işğal idi. Taypinlərin əsas məqsədi ümumi bərabərlik əsasında dövlət yaratmaq idi. Bunlar gedirlər Nankin şəhərini tuturlar, burada kəndli imperiyası yaradırlar. Bir sıra islahatlar həyata keçirirlər, vergilər azaldılır, qadınlarla kişilərə bərabər hüquqlar verilir. Lakin monarxiya ləğv edilmir. Amma İngiltərə, Fransa və ABŞ Çin hökumətindən yeni ticarət güzəştləri əldə etmək üçün təklif edirlər ki, gəlin kömək eləyək sizə, üsyanı yatıraq. İmperator da deyir, eləyin, bacarmıram. Və onlar imperatora yaxından kömək eləyirlər və təbii ki, Taypinlər üsyanı 1864-cü ildə yatırılır. Bir də var ikinci tiryək müharibəsi 1856-60-cı illəri əhatə eləyir. İngiltərə və Fransa Çin hökuməti qarşısında bir sıra yeni tələblər qoyur. Yeni ticarət güzəştləri və hüquqları ver. Əvvəlki müqavilələrin şərtlərinə yenidən baxaq. Çin çaylarında İngilis gəmiləri sərbəst üzsün. Çin hökuməti də deyir ki, yaxşı da ağını çıxartmayanda etiraz eləyir, rədd eləyir bütün təklifləri. Bu da ikinci tiryək müharibəsinə səbəb olur. İngilis-Fransız qoşunları bu döyüşdə yenə qalib gəlirlər. Nankin müqaviləsi 1860-da imzalanır və müqavilənin şərtinə əsasən tiryəkin açıq satışına icazə verilir. Çin, Fransa və İngiltərə dövlətlərinə təzminat ödəyir. İngilis və fransız təbəələri Çində sərbəst hərəkət etmək, Yansızı çayı vasitəsilə ticarət etmək hüququ qazanırlar. 1858-də Rusiya ilə Çin mübarizə aparır və 1858-də imzalanan Ayqun müqaviləsinin şərtinə əsasən Amurun sol sahili Rusiya nəzarətinə keçir. 1884-1885-ci illərdə Çin-Fransa, 94-95-ci illərdə Çin-Yaponiya mübarizəsini görürük və bu mübarizələr nəticəsində Çin, Koreya, Tayvan, Vyetnam üzərində nəzarətini itirir. Və birinci Çin inqilabından danışırıq. Demokratik ziyalılar ölkənin çətin durumda olmasının əsas səbəbkarı kimi Manjur Çin sülaləsini görürdülər ki, bu satqın hökuməti biz devirməliyik. 1905-ci ildə Birləşmiş İttifaq yaradılır və bu təşkilat Sun Yat-senin rəhbərliyi ilə yaradılmışdı. Məqsədi Çində monarxiyanı devirmək, millətçilik, demokratizm və xalq rifahı onun əsas prinsipləri idi. Birinci Çin inqilabının nəticəsi nə olur bəs? Bəli, onlar məqsədlərinə çatırlar, monarxiya devrilir, Manjur Çin sülaləsi, müvəqqəti konstitusiya qəbul olunur, Çin Respublika elan olunur və Sun Yat-sen Çinin ilk prezidenti olur. Beləliklə, birinci Çin inqilabı 1911-13-cü illər uğurla başa çatmış olur. Belə, dəyərli yoldaşlar, Çin mövzusunda video dərsimiz bu qədər. İndi isə mövzunu vəsaitimizdən öyrənək, hər birinizə uğurlar arzulayıram. Hələlik.